Zəngəzur dəhlizi ilə bağlı Rusiya tərəfdən açıqlama var. Deyir ki, Tramp yolunun əsas hissəsi Rusiya sərhədçilərinin məsuliyyət zonasına düşəcək. Ermənistan həm də Avrasiya İqtisadi Birliyinin üzvü olduğuna görə bu proseslər bizsiz mümkün deyil. Və bir ifadə də səsləndirildi ki, biz Tramp yolu ilə bağlı Ermənistanla danışıqlara, müzakirələrə açığıq və hər an hazırıq. Bir müddət sakitlik oldu. Moskva yenidən Tramp yolu ilə bağlı iddialarını ortaya qoymağa başlayıb. Nə baş verir, nəyin müqabilində və nədən narahatdılar? Təşəkkür edirəm. Əvvəlcə ondan başlayaq ki, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bölgədə istənilən layihə bütövlükdə bölgə dövlətlərinin rifahına xidmət etməlidir. İstənilən layihə bölgədə dövlətlərin BMT nizamnaməsində nəzərdə tutulan dövlətlərin əməkdaşlığı prinsipi çərçivəsində qarşılıqlı əlaqələrinin dərinləşməsinə xidmət etməlidir. Sülh, sabitlik, dayanıqlı əməkdaşlıq mühit formalaşdırmalıdır və təsadüfi deyil ki, məhz Azərbaycan prezidentinin təşəbbüsü olan, ideyası olan Zəngəzur dəhlizi layihəsi məsələsində də Azərbaycan hər zaman bölgə dövlətlərinin iştirakını mühüm və zəruri hesab edib. Və bundan öncə də bilirsiniz, hələ 10 noyabr bəyanatında Azərbaycan müharibəni qalib kimi yenicə başa vurduğu gün bölgədə Rusiyanın iştirakı ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqələrin müvafiq quru əlaqəsinin təmini ilə bağlı Azərbaycan öz mövqeyini beynəlxalq hüquqi sənəddə ifadə edib. Lakin ötən dövr ərzində Rusiyanın bu prosesdə xüsusi ya maraqlı davranmaması, ya qətiyyətli davranmaması və ya bu və ya digər formada proseslərin dayanıqlığını təmin edə bilməməsi bu artıq bizim günahımız və ya bizim təqsirimiz deyil. Digər tərəfdən o ki qaldı bizsiz mümkün deyil bəyanatına, əslində baxın, ötən dövr ərzində kifayət qədər ciddi addımlar atılıb. Zəngəzur dəhlizinin demək olar ki, artıq siyasi iradə məsələsi tam şəkildə həll olunub. Eyni zamanda Vaşinqtonda ciddi razılıqlara imza atılıb. Ermənistan artıq Zəngəzur dəhlizi istiqamətində bu və ya digər formada müsbət siqnallar ötürməkdədir. Amerika Birləşmiş Ştatları və Ermənistan arasında bu istiqamətdə müəyyən razılaşmaların hərəkət istiqamətinə keçməsi, daha çox direktivlərdən, tezliklərdən daha çox mexanizm kimi özünü tədricən göstərməyə başlaması fonunda göstərir. Bu baş verən proseslər onu göstərməkdir ki, əslində bu layihə Rusiyasız da mümkündür. Amma istənilən halda yenə də biz arzu edirik ki, bu layihə kimlərinsə toqquşma nöqtəsi, maraq çarpıcısı yox, əməkdaşlıq nöqtəsi olsun və nəzərə alaq ki, Azərbaycanın tranzit hub kimi rolunun daha da artması fonunda Azərbaycan eyni zamanda Rusiya üçün də bir fürsətdir. Azərbaycanın yaratdığı, möhtərəm cənab prezidentin çox sayılı zamanında maneələrə baxmayaraq yaratdığı bu infrastrukturu eyni zamanda qonşu İran üçün də bir fürsətdir, qardaş Türkiyə üçün də, Orta Asiya üçün də. Yəni, belə olan məqamda yaxşı olar ki, bizim qonşu dövlətlər yaxşı olar ki, bəyanatlarını, çağırışlarını daha çox əməkdaşlıq mühitinə fokuslasınlar. Düzdür, indi aidiyyatı bizsiz mümkün deyil bəyanatı Ermənistana daha çox fokuslanıb və Rusiyanın biz Ermənistan üzərində bu və ya digər formada təsir imkanları barədə məlumatlıyıq, amma eyni zamanda ondan da məlumatlıyıq ki, Ermənistan tədricən həmin təsir rıçaqlarını qırmaqdadır və tədricən daha çox xüsusən Azərbaycanla münaqişə başa çatdıqdan sonra Ermənistan nisbətən daha o radikal addımlardan daha çox çəkinməyə başlayıb. İndi proseslərin təbii ki, gedişatında məsələləri yaşayıb görmək lazımdır, amma istənilən halda bölgə dövlətlərinin, layihədə maraqlı olan dövlətlərin ümdə vəzifəsi bu layihəni toqquşma nöqtəsinə, toqquşma məqamına çevirməmək, məhz cənab İlham Əliyevin ideya müəllifi olduğu kimi əməkdaşlıq formatı şəklində inkişafını təmin etmək olmalıdır. Bəhruz bəy, adından da göründüyü kimi Tramp yolunda Ermənistan həm də daha çox Birləşmiş Ştatlara kürəyini söyküyüb. Yəni, Rusiyanın belə bir açıqlama verməsi əslində Birləşmiş Ştatların da bu açıqlamaya reaksiya vermə səbəbi ola bilər. Yəni, onların da bəlkə də borcudur ki, bu iddialara müxtəlif cavablar versinlər, mesajlar göndərsinlər. Məsələn, Tramp yolu ilə bağlı Ağ Evdən hansı təzə xəbər eşidə bilərik? Əslində bunu onların özündən soruşmaq daha doğru olar, amma istənilən halda Cənubi Qafqazda bir mürəkkəb, elə bir mürəkkəb özünə məxsus situasiya hökm sürməkdədir ki, bəzi hallarda
bir çox belə deyək, gözləntilərin əksinə dövlətlərin susqunluğunun biz şahidi oluruq. Məsələn, Amerika Birləşmiş Ştatlarının zamanında demokratlar hakimiyyəti dövründə daha aqressiv formatda və retorika ilə Ermənistan ərazisində yerləşməsi hərbi siyasi cəhddən Rusiya tərəfindən susqunluqla qarşılandı, İran tərəfindən susqunluqla qarşılandı, yaxud digər məsələlər. Ona görə də məncə bu istiqamətdə proqnozlar vermək biraz o qədər də məntiqli olmaz. Onda gəlin elə Zəngəzur dəhlizi mövzusuna davam edərək Gürcüstanın mövqeyini də bir müzakirə edək. Əslində rəsmi mövqe deyil, sadəcə Gürcüstanda müəyyən araşdırma mərkəzləri, bəlkə də Gürcüstan hökumətinin mövqeyini hansısa formada bölüşməyə çalışırlar. Azərbaycanla Ermənistan arasında dəmir yolu xətti birbaşa olaraq açılsa, Gürcüstan öz ərazisindən milyonlarla ton daşınan yüklərin itirilməsi riski ilə üz-üzə qalıb və bunu Tədqiqatlar Mərkəzinin direktoru Ermənistan kütləvi informasiya vasitələrinə açıqlayıb. Əslində biz bir neçə dəfə sizinlə bu mövzuda danışmışıq, sadəcə xəbərlər yenidir deyə yenidən müzakirə etmək istəyərdim. Gürcüstan üçün doğrudan da mı bir risk var bu mövzularda? Əslində, formal olaraq baxsaq, bu riskin olduğunu görərik. Amma formal olaraq bu riskin olduğunu nəzərə alaq. Məsələn, dəfələrlə istifadə nəzərə yetirsin. Görək ki, hər ikisində daşımaların həcmi, planlaşdırılan daşımaların həcmi indiki həcmdən qat-qat böyükdür və hətta Ermənistan və Azərbaycan arasında quru yol, dəmir yol xətti açılmasa belə, bugün Gürcüstan üzərindən həmin həcmin daşınması, planlaşdırılan həcmin daşınması mümkün deyil. Ona görə də bizim Gürcü qonşularımız bu prosesdə narahat olmamalıdır. Əslində bu narahatlıqların ayrı-ayrı sarı mətbuatda və yaxud da hakimiyyətdə təmsil olunmayan və dolayısıyla hakimiyyətə bağlı olan siyasətçilər tərəfindən dilə gətirilməsi yaxşıdır ki, Gürcü cəmiyyəti üçün məsələnin mahiyyəti aydın olsun. Azərbaycan və Ermənistan arasında quru yolunun, dəmir yol xəttinin açılması bu heç bir halda Gürcüstan üzərindən Azərbaycan yüklərini və ya digər yüklərin daşımasının azalmasına gətirib çıxarmayacaq. Nəzərə alaq ki, əksinə daşımaların həcmi artdığı üçün həm Ermənistan üzərindən, həm Gürcüstan üzərindən əvvəlkindən daha artıq yüklərin daşınması təbii ki, gözləniləndir. Və Azərbaycanın da təbii ki, suveren haqqıdır ki, öz ərazisində bir istiqamətdə daşıma riskini şaxələndirsin və təbii ki, biz bundan sonra da istər Gürcüstanla, istərsə də gələcəkdə nəzərdə tutulan Zəngəzur dəhlizi istiqamətində planlarımız kifayət qədər aydındır və bu bir ölkənin digər ölkəyə qarşı qoyulması deyil. Bəhruz bəy, son olaraq İranın Xarici İşlər Naziri Əraqçinin Moskvaya reallaşacaq səfərindən də danışaq. Bakıya gəldi, getdi, müəyyən görüşlər keçirildi və ayın 17-sində Moskvada Rusiyalı həmkarı ilə görüşəcək və müzakirə olunacaq məsələlər də təxminən bəllidir. Cənubi Qafqaz, Mərkəzi Asiya, Əfqanistan, regional təhlükəsizlik və s. və ilaxır. Biz burada gəlin Cənubi Qafqazı gündəmdə saxlayaq. Əraqçı ilə Lavrov Cənubi Qafqazla bağlı indi nəyi müzakirə edəcəklər? Hansı mövzunun daha çox danışılmasına ehtiyac var iki ölkə arasında? Əslində, Cənubi Qafqaz artıq öz məsələlərini həll etmiş, xüsusən Azərbaycan prezidentinin qətiyyəti sayəsində, Azərbaycanın hərbi siyasi zəfərləri sayəsində yaranan yeni reallıqda öz məsələsini həll etmiş demək olar ki, bölgədir. İndiki halda təbii ki, Rusiya və İranın müzakirə edəcəyi məsələlər heç şübhəsiz ki, elə bizim də bayaqdan müzakirə etdiyimiz kommunikasiya xətləri ilə bağlı olur. Təbii ki, regional təhlükəsizlik məsələləri və s. və ilaxır. Eyni zamanda Ukrayna münaqişəsinə başı qarışan Rusiyanın yenidən bölgədə bu və ya digər formada rolunu artırması, İranla əməkdaşlığı və s. çox məsələlər mümkündür. Amma məhz Cənubi Qafqazla bağlı heç şübhəsiz ki, əsas gündəmdə duran məsələ yəqin ki, kommunikasiyalar məsələsi olacaq ki, Rusiya buradan müəyyən fayda götürən qismində çıxış etmək istəyir. Və üstəlik nəzərə alaq ki, indiki halda əgər Rusiya Xarici İşlər Nazirliyini biz açıq şəkildə Zəngəzur dəhlizi ilə bağlı Ermənistana yönəlmiş təhdidvari bəyanatlarına şahidlik ediriksə, bu məqam təbii ki, İranla, bizim cənub qonşumuzla müzakirədən kənar qala bilməz. Amma nəzərə alaq ki, İranın mövqeyi də artıq Azərbaycanı və bütövlükdə bölgə dövlətlərini tam mənada qane edir.
mövcud İran administrasiyası, İran prezidenti, İranın Xarici İşlər naziri ötən dövrlərdən fərqli olaraq Zəngəzur dəhlizinə münasibətdə mövqeyini kifayət qədər praqmatik əsaslarda müəyyən edə bilib və bu mənada hesab edirəm ki, Rusiya və İran arasında bu məsələlərin bir daha gündəmə gətirilməsi və daha radikal adətən mövqe nümayiş etdirən İranın prosesdən razı görünən tərəf kimi bu danışıqlara qatılması əlbəttə ki, bölgədə proseslərin ümumi gedişatına müsbət təsir edə bilər.